Trump nə işlə məşğul olsa yaxşıdır? Elon Musk'ın maşınlarını reklam edir. Ay kişi. Amerikanın prezidenti bu əslində məncə cinayət işidir. Bilmirəm, hüquqşünaslar bu işi bilərlər. Çünki bir prezident öz statusundan, öz ağ evdən istifadə edib, ora hansısa bir şirkətin maşınlarını gətirib çıxardırsa və onu reklam edirsə, özü də deyir ki, mən də birim bunu alacam. Və bu Tesla imkan verməyin bankrot olsun, bu yaxşı oğlandır, bu maşın. Bu prezident işidir ümumiyyətlə. Və buna hansısa hüquqi bir cəza verilməlidirmi ya yox? Necə onda istənilən prezident öz dostunu çağırar? Prezidentdir də. Götürər prezident aparatın qabağına, öz iqamətgahının qabağına. Sən nə istəyirsən edirsən, qardaş? O öz dostudur. Ay cəmaat, bunun yağı ən yaxşı yağdır. Mən də onun yağını yeyib alacam. Bu, kişi, bu reklamdır. Sən aktyor kimi, bu da şovmenlik deyil. Sən ölkənin prezidentisən. Bu necə ola bilər axı? Həm xaç çəkir, həm biri bırak xaç çəksin. Biri oradan desin ki, dünyanı xilas edəcək. Biri oradan desin ki, Putin yaxşı olandır. Burada da işlər qalıb dünyada bir yerdə. Baxın bu videoya zəhmət olmasa, baxın bu maşın necə reklam edir. Ağ evin önündə. Tesla maşınlarını yığıblar orada. Və bütün dünyaya ayrıca kamera falan çağırıblar. Uşaq da orada da çəkmiş. Kamera çağırıblar və öz vəzifələrinə suyu istifadə edib. Düzdür, maşının ondan sonra daha da alışı düşüb. Bilirsiniz, hətta Elon Musk'ın ofislərinə hücumlar var. Belə cilirlər, dağıdırlar. İnsanlar həmən üsyan edir. Bütün maşınların reklamını bu Amerika prezidenti özünün ən yaxın adamının. Niyə? Çünki öz yaxın adamına verir. Sadəcə onun seçilməsi 340 milyon pul xərcləyib Elon Musk. Burada bütün yaxınsa, ya 340 milyon verəcəm, indi bankrot oluram burada. Bir çıxart mənim maşınlarımı, o denən mənim maşınım satışı bizə artsın. Ha, bu yuxu deyil, bu həqiqətdir dostlar, qardaşlar, bacılar. Bu Amerikada baş verən bugünkü hadisədir və bunu eləyən Trump'dır.